Salam hörmətli abituriyentlər, hər vaxtınız xeyir olsun. Bizim bugünkü mövzumuz göllərdir. Həmçinin buzlaqlar, bataqlıqlar, yeraltı sular, bunların hər biri ilə bugün sizinlə tanış olacağıq. İlk öncə göl. Göl nədir? Ümumiyyətlə ilk öncə bilməliyik ki, gölün yaranması üçün bizə bir göl çuxuru, bir göl çökəkliyi lazımdır. Həmçinin su lazımdır ki, göl yaransın. Ona görə də göllərin yaranmasında yadda saxlayaq ki, hər hansı bir çökəkliklərə yağış sularının dolması nəticəsində göllər yarana bilər. Həmçinin relikt mənşəli göllər ola bilər. Yəni, vaxtı ikən hər hansı bir tutaş okeanların və yaxud da hər hansı bir su hövzələrinin qalıqları olmuş göllər ola bilər. Məsələn, biz bunlara Xəzərdir, Araldır, bu kimi göllər bilirik ki, Tetis okeanının qalıqlarıdır. Digər göllər isə hər hansı bir səbəbdən çökəkliklər yaranmış və bu çökəkliklərə suların toplanması nəticəsində biz bilirik ki, göllər əmələ gəlir. İndi gəlin görək, bu göl çökəkliklərinin yaranması hansı səbəblərdən ola bilər? Deməli, bunlardan birincisi tektonik göllərdir. Yəni, göl çökəkliklərinin yaranmasında tektonik proseslər iştirak edə bilər və bu tektonik gölləri də biz iki qrupa böləcəyik. Biri var tektonik sınma zonasında yerləşən göllər. Yəni ki, biz buna belə deyək də, qraben mənşəli göllər deyəcəyik. Yəni, tektonik sınmada yerləşən göllər. Bir də var tektonik əyilmədə yerləşən göllər. Yəni, bir daha qeyd edirəm. Biri var tektonik sınmada, qrabendə yerləşən göllər. Bir də var tektonik əyilmə zonasında yerləşən göllər. Deməli, yadda saxlayaq ki, tektonik sınma zonasında yerləşən göllərə biz dünyanın əsasən daha dərin göllərini nümunə göstərə bilərik. Çünki bu göllər əsasən daha dar və daha enli, daha dərin olurlar. İndi birazdan xəritə üzərində bunların hamısını sizə göstərəcəyik. İndi isə ümumi məlumat veririk. Məsələn, bu göllərə biz Baykal, Tanganika, Nyasa kimi gölləri nümunə göstərə bilərik. Bir də var tektonik əyilmə zonasında yerləşən göllər. Tutaq ki, biz buna Xəzər gölü kimi gölləri nümunə göstərə bilərik. İndi isə keçək vulkanlik göllərə. Yəni, göllərin yaranma səbəblərindən də biri vulkanlar, baxın, fikir verək, vulkanlar püskürən zaman yer səthində yaranan boşluqlara sular dola bilər və bu zaman göllər, yəni vulkanik mənşəli göllər yarana bilər. Bu göllərdən Azərbaycan ərazisində də mövcuddur. Biz bilirik ki, Böyük Alagöl, Kiçik Alagöl kimi gölləri vulkanik göllərə nümunə göstərə bilərik. Digər bir göllər axmaz mənşəli və yaxud da biz buna çay-dərə mənşəli göllər deyirik. Çay-dərə. Çay yataqları, yəni daha doğrusu çay dərəsi öz axın istiqamətini dəyişən zaman, baxın, gördüyümüz kimi burada köhnə yataqlara su dola bilər və nəticədə çay-dərə mənşəli göllər yarana bilər. Məsələn, bunlardan biri Sarısu, Azərbaycanın ən böyük gölü olan Sarısu gölünü nümunə göstərə bilərik. Həmçinin Ağ gölünü nümunə göstərə bilərik, Mehmana gölünü və s. nümunə göstərə bilərik ki, bu göllər çay-dərə mənşəli göllərdir. Həmçinin uçqunlar nəticəsində uçqun bənd mənşəli göllər yarana bilər. Bəs bu göllər necə yaranır? Hər hansı bir zəlzələlər nəticəsində dağlardan, qayalardan uçqunların baş verməsi və çayların qarşısını kəsməsi uçqun bənd mənşəli göllərin yaranmasına səbəb olur. Məsələn, biz bu gölləri Azərbaycanda Göl-göl, Maral-göl, Öldək-göl, Şamlı-göl kimi gölləri nümunə göstərə bilərik ki, bu göllər uçqunlar nəticəsində çayın qarşısını deməli, uçqun daşlar kəsmiş və göl əmələ gəlmişdir. Həmçinin bundan başqa göllərin yaranmasında laqun mənşəli göllər də mövcuddur. Laqun və yaxud da buna liman mənşəli göllər deyirlər. Bu göllər əsasən dəniz və ya okean sahillərində yaranan göllərdir. Məsələn, biz buna dünyanın, daha doğrusu Cənubi Amerikanın ən böyük gölü olan Maracaibo gölünü nümunə göstərə bilərik və yaxud da Azərbaycan ərazisində Ağzı-Birçala gölü bu göllərə nümunə ola bilər ki, bu göllər laqun mənşəli göllər olacaqdır. İndi isə gəlin sizinlə dünyanın ən əsas gölləri ilə tanış olaq. Məsələn, biz bunlara ilk öncə İnari və Sayma gölləri nümunə göstərə bilərik ki, bu göllər Finlandiya ərazisində yerləşən göllərdir və bu göllər əlbəttə ki, buzlaqların təsiri ilə yaranmışdır. Və bu göllərin yaranmasında buzlaqların təsiri böyükdür, şirin sulu və axarlı göllərdir. Və həmçinin qeyd edim ki, göllər axarlı və axarsız ola bilər.
demək yadda saxlayırıq ki, axarsız göllərə sadəcə olaraq çay tökülür. Yəni ondan heç bir çay başlamır, yəni çay axmır, sadəcə ora çay tökülür. Yəni oradan çay başlamır deyə belə deyim sizə, yəni göl axa bilmir, yəni suyu axa bilmir. Ona görə bu göllərə belə deyək, bütün çaylardan gələn sular dolur və beləliklə lakin heç bir çay başlamadığı üçün buna biz deyəcəyik axarsız göllər, axarsız. Və axarsız göllərdə də əsasən şor sulu olur. Yəni axarsız göllər əksər hallarda şor sulu olur. Amma axarlı göllər necə olur? Axarlı göllərə isə yadda saxlayaq ki, həm çay tökülə bilər, həm də çay başlaya bilər. Görürsünüz, axarı olduğu üçün biz buna axarlı göllər deyəcəyik və axarlı göllər isə şirin sulu olur. Yadda saxlayaq. Sonra biz İsveç ərazisində Veneren və Vetteren göllərin, bu göllərdə buzlaq mənşəli şirin sulu göllərdir, təbii ki, axarlı göllərdir. Rusiya ərazisində Onega və Ladoqa gölü, bu göllərdə buzlaq mənşəli göllərdir, şirin sulu göllərdir. Həmçinin Rusiya ərazisində biz Çud gölü nümunə göstərə bilərik. Daha sonra fikir verək burada Almaniya ərazisində Boden gölü, bu da tektonik proseslər nəticəsində yaranmış göldür. Həmçinin İsveçrə ərazisində, İsveçrə və Fransa sərhədində əsasən yerləşən Cenevra gölü, İtaliya ərazisində yerləşən Qarda gölü, Macaristan ərazisində yerləşən Balaton gölü, Rusiya ərazisində yerləşən Elton və Baskonçaq gölləri qeyd etdiyimiz kimi ən əsas göllərdəndir. Həmçinin Türkiyə ərazisində də Van gölü yerləşir ki, bu göldə tektonik mənşəli və şor sulu axarsız göl hesab edilir. Biz bilirik ki, dünyanın ən böyük gölü isə Xəzər gölüdür. Xəzər gölüdə həm bu gölün yaranmasında həm tektonik proseslərin rolu var, həm də bilirik ki, biz qalıq, yəni Tets okeanının qalığı hesab olunur bu göl və 5 ölkənin ərazisində yerləşir. Azərbaycan, İran, Rusiya, Qazaxıstan və Türkmənistan kimi ölkələrin sahillərini yuyur, şor sulu axarsız göldür. Həmçinin Xəzərlə eyni belə deyək, xüsusiyyətlərə malik olan biz Aral gölün nümunə göstərə bilərik ki, Aral gölü də əsasən qalıq mənşəli, yəni həm də buna biz tektonik mənşəli göl deyə bilərik, həmçinin Tets okeanı qalığı olduğu üçün qalıq mənşəli göl deyə bilərik və Aral gölündə isə yadda saxlayaq ki, bu da axarsız və şor sulu göl hesab edilir. Demək, Qazaxıstan və Özbəkistan ərazisində yerləşəcəkdir. Daha sonra digər bir gölümüz Qazaxıstan ərazisində yerləşən Balxaş gölüdür ki, bu da şor sulu göl hesab edilir. Deməli, Baykal gölü şirin suludur, tektonik Graben zonasında yerləşən göldür və dünyanın ən dərin gölü hesab olunur. Həmçinin Monqolistan ərazisində Upsunor və Xusukul göllərin, Çin ərazisində Lobunor, Kukunor kimi gölləri, həmçinin Qırğızstan ərazisində İstiqul gölünü biz dünyanın ən əsas göllərinə nümunə göstərə bilərik. Bir də Tacikistanda Sarez gölü, həmçinin İsrail və İordaniya sərhədlərində yerləşən Ölü dəniz dünyanın ən duzlu göllərindən hesab olunur və Ölü dəniz bir daha deyim ki, dünyada ən duzlu olan su hövzəsidir. Burada duzluq həddən artıq çoxdur və ona görə də sıxlıq həddən artıq böyükdür və bəzən burada ümumiyyətlə insan batmır və ya hər hansı bir əşya batmır, çünki sıxlıq həddən artıq belə deyim ki, çoxdur və duzluq həddən artıq çoxdur. Biz Şimali Amerika ərazisində keçsək, yadda saxlayaq ki, Şimali Amerika ərazisində yerləşən göllərin əksəriyyəti buzlaq mənşəli göllərdir. Yəni buzlaqların təsiri ilə yaranan göllərdir. Biz bu göllərə nümunə göstərə bilərik Böyük Ayı gölün, Böyük Kölə gölün, Atabaska, Winnipeg gölləri. Bu adını çəkdiyim 4 gölün hər biri Kanada ərazisində yerləşir və bu göllər buzlaqların təsiri ilə yaranmış şirin sulu axarlı göllərdir. Həmçinin biz bu ərazidə yerləşən İtaska gölü, demək bu da ABŞ ərazisində yerləşən göllərə aid olacaqdır. Deməli biz buradan yuxarı gölün, Huron, Erie və Ontario göllərini deyə bilərik ki, yadda saxlayaq ki, bu göllər Kanada və ABŞ sərhədində yerləşir. Kanada və ABŞ. Michigan gölü isə yalnız ABŞ-ın ərazisində yerləşir. Yalnız ABŞ. Baxın, bir daha qeyd edirəm. Deməli, yadda saxlayırıq ki, yuxarıdır, Hurondur, Michigandır, Erie'dir, Ontario'dur. Bunlar böyük göllər qrupuna hesab olunur. Bunların ümumiyyətlə adı böyük göllər qrupu gedir. Bu göllərdən yuxarı dünyanın ən böyük şirin sulu göl hesab olunur. Ümumiyyətlə bu adını çəkdiyim göllərin hamısı buzlaq mənşəli, şirin sulu axarlı göllərdir. Deməli bu göllərdən yuxarı Huron, Erie və Ontario
ABŞ və Kanadanın sərhədində yerləşir. Michigan isə yalnız və yalnız ABŞ ərazisində yerləşən göl hesab ediləcəkdir. Buzlaq mənşəli göldür. Həmçinin ABŞ ərazisində biz demək Böyük Duzlu gölü nümunə göstərə bilərik ki, Böyük Duzlu gölü də deməli adından da məlum olduğu kimi şorsulu axarsız göldür. Həmçinin Nikaragua gölü də Nikaragua ərazisində yerləşir. Tektonik mənşəli şirin sulu göl hesab ediləcəkdir. Cənubi Amerika ərazisinə biz keçid eləsək, Cənubi Amerika ərazisində biz Cənubi Amerikanın ən böyük gölü olan Maracaibo gölünü göstərə bilərik ki, bu laqum mənşəli göldür. Gördüyümüz kimi dünyanın ən böyük laqum mənşəli gölüdür. Həmçinin Cənubi Amerikanın ən böyük gölü hesab olunur. Bu liman mənşəli və yaxud da laqum mənşəli göl olacaqdır. Şorsuludur və axarsız göldür. Həmçinin Titicaca və Popo gölləri də Cənubi Amerikanın ən əsas göllərindən hesab olunur. Titicaca həmçinin dünyanın ən hündürdə yerləşən gölü olacaqdır. Salina Chicas da əlbəttə ki, Cənubi Amerikada ən alçaq nöqtələrdəndir. Çökək ərazilərdə yaranmış göllərdən olacaqdır. Salina Chicas gölü. Biz Afrika ərazisində yerləşən göllərə baxsaq, bu göllərdən Rudolfdur, sonra Tanganikadır, Nyasadır. Bu kimi göllər tektonik çatlarda yerləşən göllərdir. Yəni qraben mənşəli göllərdir, şorsulu göllərdir. Və əlbəttə ki, biz buradan baxsaq, deməli Tanganika gölü Burundi, Tanzaniya, Zambiya və Kongo ölkələrinin ərazisində yerləşir. Nyasa gölü Malawi, Mozambik və Tanzaniya ərazisində yerləşir. Rudolf gölü isə deməli Efiopiya və Kenya ərazisində düşür. Xəritədən belə görə bilərik biz bunu. Bu göllər deməli şorsulu göllərdir və tektonik mənşəli göllər hesab ediləcəkdir. Yəni tektonik, daha doğrusu Rudolf burada şorsuludur, tektonik mənşəlidir. Tektonik qrabində yerləşir. Tanganika, Nyasa isə şirin sulu axarlı göllər hesab ediləcəkdir. Afrikanın ən böyük gölü isə Victoria gölüdür ki, bu da Afrikada yerləşən ən böyük göl hesab ediləcəkdir. Bu isə tektonik əyilmə zonasında yerləşir, axarlı göl hesab olunacaqdır. Afrikada digər bir göl isə Çad gölüdür. Çad gölü yeganə axarsız şirin sulu göldür. Bunun səbəbi əsasən şirin yeraltı suların yəni qidalanması və duzunun dərin çökəkliklərə çatlara çökməsi nəticəsində bu göl şirin sulu göldür, lakin axarsız göldür. Yəni bu istisnadır. Axarsız göldür, lakin şirin sulu göldür. Həmçinin biz Avstraliya ərazisində Eyri gölünü göstərə bilərik ki, buranın ən böyük gölüdür. Şorsulu axarsız göldür, tektonik mənşəlidir. Həmçinin çəhrayı rəngli biz burada Hillary gölünü deyə bilərik ki, Hillary gölü şorsulu göldür və yosunlarla zəngin olduğu üçün rəngi çəhrayıdır. Həmçinin Avstraliyanın şimalında biz Argyle gölünü, Torres gölünü, Gardiner göllərini Avstraliyanın əsas göllərinə nümunə göstərə bilərik. İndi isə sizinlə keçid edək bataqlıqlara. Ümumiyyətlə, yadda saxlayın ki, bataqlıq nəyə deyilir? İlk öncə biz ona baxmalıyıq. Yadda saxlayaq ki, bataqlığın əmələ gəlməsi üçün 30 sm qalınlığında torf ən azı yaranmalıdır ki, biz bunu bataqlıq adlandıra bilək. Lakin əgər torfun qalınlığı 30 sm-dən azdırsa, biz buna bataqlıq yox, bataqlıqlaşmış ərazilər deyəcəyik. Bəs bataqlıqların yaranmasına səbəb nədir? Gəlin birinci ona baxaq. Ümumiyyətlə, yadda saxlayaq ki, birinci bataqlığın yaranması üçün hamar səth olmalıdır. Hamar səth, yəni hamar relyef olmalıdır ki, bura su toplansın və bataqlıqlar əmələ gələ bilsin. Bataqlıqların yaranmasının əsas səbəblərindən biri, yadda saxlayaq ki, yağıntıların miqdarının buxarlanmadan çox olması. Buxarlanmadan çox olması. Yəni, burada rütubətlənmə əmsalı önəmli rol oynayır. Biz bilirik ki, rütubətlənmə əmsalı yağıntı bölünsün, mümkün buxarlanmadır, düzdürmü? Ya yağıntıların miqdarı çox olmalıdır ki, bataqlıq əmələ gələ bilsin. Ya da ki, buxarlanma qabiliyyəti çox aşağı olmalıdır ki, yağıntı az düşsə də o buxarlana bilməsin və bataqlıq yarana bilsin. Daha sonra bataqların yaranmasına digər bir səbəb su keçirməyən suxurların mövcudluğu, su keçirməyən suxurlar, ondan sonra gilli torpaqların mövcud olması və donmuş səth.
Bunlar suyu keçirdə bilmir və əlbəttə ki, bataqlıqların yaranmasına səbəb ola bilər. Bataqlıqların yaranmasına digər bir səbəb, yadda saxlayaq ki, göllərin dayazlaşması. Yəni, göllər dayazlaşır, onun üzərini hər hansı bir bitkilər örtür. Daha sonra sfagnium mamırı burada əmələ gəlir və nəticədə bu deməli sfagnium mamırı digər bitkilərin də çürüməsinə səbəb olur və bataqlıqların yaranmasına şərait yaradır. Həmçinin bataqlıqların yaranmasına digər bir səbəb dənizlərin, göllərin, çayların ətraf əraziləri basması, qurut suların, yəni yeraltı suların yer səthinə yaxın yerləşməsi, səthin axınının zəif olması və s. Bu kimi amillər əlbəttə ki, bataqlıqların yaranmasına səbəb ola bilər. Və yadda saxlayaq ki, bataqlıqları biz iki qrupa böləcəyik. Birincisi, alt bataqlıqlar. Yadda saxlayaq ki, alt bataqlıqların yaranmasına səbəb relyefin çökək olması və alçaq hissələrdə keçmiş göllərin və yaxud da çay dərələrinin yerində yaranır. Yadda saxlayın ki, alt bataqlıqlar deməli çay dərələrində, həmçinin deməli göl çökəkliklərində. Deməli, aydın oldu mu? Alt bataqlıqların yaranmasına səbəb nədir? Keçmiş çay yataqlarında və yaxud da göllərin yavaş-yavaş quruması, suyun azalması və üzərini bitkilərin örtməsi nəticəsində alt bataqlıqlar yarana bilər. Deməli, alt bataqlıqların yaranmasında deməli dedik ki, bu proseslərin əsas rolu var və yadda saxlayaq ki, alt bataqlıqlar əsasən qurut suları ilə qidalanır. Qurut suları, yəni bunların əsas qida mənbəyi qurut sularıdır. Və alt bataqlıqlarda torfun qalınlığı, bayaq bura torfun qalınlığı təqribən 1,5 metr qalınlığında ola bilər və bu torfdan əsasən deməli belə deyək də, yəni mineral maddə kimi istifadə edirlər. Yəni bitkilərin falan yetişdirilməsində bunlardan istifadə edirlər. Yəni belə deyək də, bitkilərin gübrələnməsində istifadə olunur və bu alt bataqlıqlar əsasən yayılır meşə və meşə çöl zonalarında. Demək, bir daha qeyd edirəm, alt bataqlıqlar əsasən keçmiş göllərin və yaxud da çay dərələrinin yerində yaranır və burada torfun qalınlığı 1,5 metr olur. Demək, alt bataqlıqlar daha çox meşə və meşə çöl zonalarında geniş yayılmışdır. Ümumiyyətlə, bataqlıqlar yadda saxlayaq daha çox yayılıb ekvatorial və qütb ətrafı ərazilərdə. Buna səbəb ekvatorial ərazilərdə yağıntının həddən artıq çox düşməsidir. Qütb ətrafı ərazilərdə isə buxarlama qabiliyyətinin çox aşağı olması bataqlıqların yaranmasına səbəb olur. Biz daha sonra danışa bilərik üst bataqlıqlardan. Üst bataqlıq. Demək, üst bataqlıqlar daha çox yadda saxlayaq ki, atmosfer yağıntılarının yağması nəticəsində yaranır. Atmosfer yağıntıları. Yəni, atmosfer yağıntılarının çox düşməsi əsasən üst bataqlıqlarının yaranmasına səbəb olur və burada əlbəttə ki, torfun qalınlığı daha çoxdur. 6-10 metrə qədər torfun qalınlığı olur və bu torfdan əsasən yanacaq maddəsi kimi istifadə olunacaqdır. Və üst bataqlıqlarda yaranan belə deyək, torflar daha çox tundra, meşə tundra, tayqa zonaları kimi ərazilərdə rast gəlinir. Çünki bu ərazilərdə buxarlama qabiliyyəti zəifdir deyə düşən yağıntı deməli buxarlana bilmir və yaxud da çox az miqdarda buxarlanır və nəticədə üst bataqlıqlar əmələ gəlir. Bataqlıqların daha çox yayıldığı ərazilər, məsələn, ekvatorial ərazilərdən Konqodur, Braziliyadır, bu kimi ərazilərdə, həmçinin qütb ətrafı ərazilərdən Rusiya, Belarusiya, baxın, bu kimi ölkələrdə əlbəttə ki, bataqlıqların miqdarı daha çoxdur. Daha sonra biz sizinlə keçək buzlaqlara. Buzlaqlar. Ümumiyyətlə, buzlaqlar yaranmasına səbəb nədir? Buzlaqların yaranmasına səbəb ya okean sularında soyuq hava şəraitində suların donması, yaxud da temperaturun sıfırdan aşağı olduğu ərazilərdə qarın donması, bərkiməsi nəticəsində deməli buzlaqlar yarana bilər.
Yadda saxlayaq ki, buzlaqlar yer səthinin təqribən 11%-ni əhatə edir. Yəni 16,3 milyon deməli kvadrat kilometr ərazini buzlaqlar əhatə edir. Demək, buzlaqların yaranmasına səbəb, bir daha qeyd edirəm, söhbət material işlərdə yaranan buzlaqlardan gedir. Burada qar xəttinin formalaşmasından əmələ gəlir. Yəni qar xətti nədir? Qar xətti temperaturun 0 dərəcəyə düşdüyü və qarın əriməyə macal tapmadığı, il boyu havanın temperaturu 0 dərəcədən aşağı olur, qar əriməyə macal tapmır və buzlaqlar formalaşır. Buna biz qar xətti deyirik. Yadda saxlayaq ki, qar xətti ekvatoral enişlərdə, tropik enişlərdə, yəni daha isti ərazilərdə daha yüksəkdən keçir. Amma qütb ətrafı ərazilərdə isə hətta dəniz səviyyəsində, yəni 0 metrdən belə buzlaqlar formalaşa bilər. Ona görə də ekvatoral ərazilərdə əsasən qar xətti 4500-5000 metrdən keçir. Tropik ərazilərdə bu 5000 və onun üzərində ola bilər. Əsasən subtropik enişlərdə 3500 4000-4300 arasında, baxın, bu aralıqda ola bilər. Mülayim enişlərdə əsasən 3000 metr civarında olur. Qütb ətrafı ərazilərdə isə 1000 metr və hətta onun aşağısında, yəni hətta 0 metrdə belə qar xətti formalaşa bilər. Yəni belə deyək, Antarktidada tutaq ki, 0 metrdə dəniz səviyyəsində belə qar xətti formalaşa bilir. Və bu qar ilk öncə bərkiyən zaman, yadda saxlayaq ki, tutqun rəngli firin buzu yaranır. Demək, yadda saxlayaq, ilk öncə tutqun rəngli firin buzu yaranır. Ondan sonra o daha da belə deyək, bərkiyərək qletser buzuna çevrilir. Qletser buzuna çevrilir. Deməli, birinci tutqun rəngli firin buzlaqları yaranır. Daha sonra o bərkiyərək ağ rəngli, süd rəngli, belə deyək, qletser buzlağına çevriləcəkdir. Və buzlaqların, yenə də deyirəm, ən geniş yayıldığı ərazilər qütb ətrafı ərazilər, Antarktida materiki, Qrenlandiya adası, həmçinin şimal buzlu okeanda yerləşən adalarda, yəni buzlaqlar formalaşır. Bu buzlaqlar şirin sulu buzlaqlardır. Yəni materiklər üzərində formalaşan buzlaqlar şirin sulu buzlaqlardır. Çünki bunlar qarın yağması nəticəsində əmələ gəlmişdir. Lakin şimal buzlu okeanın üzərində formalaşan buzlar isə əlbəttə ki, bunlar suyun donmasından əmələ gəlir. Yəni bu adı qeyd etdiklərim hər ikisi söhbət biz səth buzlaqlarından söhbət gedir. Amma yadda saxlayın ki, şimal buzlu okeanda yaranan buzlaqlar şor suludur. Çünki onlar okean suyunun donması nəticəsində yaranır və nisbətən daha nazikdir. Amma Antarktida materikində yaranan buzlaqlar və yaxud da Qrenlandiyada yaranan buzlaqların qalınlığı daha çoxdur. Həmçinin bu buzlaqlar şirin suludur və içməli su kimi istifadə oluna bilər. Deməli, hündürlüyə doğru temperaturun aşağı düşməsi nəticəsində də qar xəttinin formalaşması nəticəsində də bayaq qeyd etdiyimiz kimi dağ buzlaqları da yarana bilər. Demək, dağ buzlaqları daha çox harda formalaşır? Daha hündür dağlarda Ant dağları, Kordilyer, Pamir, Himalay, Hindikuş və s. kimi dağlarda formalaşa bilər. Həmçinin Azərbaycanda da qar xətti, yadda saxlayaq ki, 3900 metrdən keçir. Yəni 3900 metrdən hündür ərazilərdə Azərbaycanda qar xətti formalaşır. Yəni temperatur sıfırdan aşağı olur il boyu və qar xətti formalaşır. Bu da Azərbaycanda ən çox Böyük Qafqaz dağlarında, tutaq ki, Bazar düzü, sonra biz yan silsilədə Şahdağ zirvəsini, Tufan dağı, Bazar yurdu, Kiçik Qafqazda isə Naxçıvan ərazisində Qapıcıq zirvəsində biz buzlaqların yayıldığını müşahidə edə bilərik. Yəni il boyu bu ərimir və il boyu bu buzlaqlar artıq buzlaq relyef, daha doğrusu landşaftını əmələ gətirirlər. İndi isə sizinlə yeraltı sulara keçsək, ümumiyyətlə yeraltı suların yaranmasına səbəb yağıntıların miqdarı ola bilər, ərimiş qar sularının yerin dərinliklərinin hopması, sızması nəticəsində yeraltı sular əmələ gələ bilər və biz yadda saxlayaq ki, yeraltı suları iki hissəyə böləcəyik. Birincisi qrunt suları, ikincisi isə layarası sular. Yadda saxlayaq ki, baxın, bax bu qrunt suyudur, qrunt suyu. Qrunt suyu nədir? Yadda saxlayın ki, üst hissədə su keçirən qat olur, su keçirən. Alt hissədə isə su keçirməyən qat olur. Bunların ikisinin arasına suyun toplanması nəticəsində deməli qrunt suları yaranır. Görürsünüz, qrunt suları birinci su keçirən, üstdəki su keçirən, altdakı isə su keçirməyən. Görürsünüz,
İkinci bu qat isə su keçirməyən qatdır. Və bunların ikisinin arasında toplanan suya biz deyəcəyik qurunt suları. Qurunt suları daha üst hissədə olur və belə deyək, çox vaxt içməyə yararsız olur. Niyə? Çünki buna başqa sular da qarışa bilir. Amma daha dərində olan sular, yəni iki su keçirməyən, bax görürsünüz bu birinci su keçirməyən qat, bu isə ikinci su keçirməyən qat. Bunların arasında yaranan sulara isə biz deyəcəyik, deməli lay arası sular. Lay arası. Yəni yadda salın ki, lay arası sular əsasən iki su keçirməyən lay qat arasında formalaşan sulardır. Biz bunlara əlbəttə ki, arteziyan sular da deyə bilərik və bunlardan qazılaraq içməli su kimi də istifadə oluna bilər. Deməli, arteziyan hövzələri, dünyanın ən böyük arteziyan hövzələri, yəni lay arası suları, arteziyan hövzələri yadda saxlayaq ki, Qərbi Sibirdə, Şimali Afrikada, Avstraliyanın səhralarında yerləşir ki, yəni bu alt hissədə böyük arteziyan hövzələri mövcuddur. Və səhralarda da bəzən yeraltı sular yer səthinə çıxır ki, biz bunları vahələr adlandıracağıq.